Salam uşaqlar. Bugün biz işıq mənbələri mövzusu daxilində verilmiş tapşırıqları birgə yerinə yetirəcəyik. Elə isə gəlin birinci tapşırığa baxaq. Təbii işıq mənbələrini seçin. Uşaqlar, biz artıq bu mövzu daxilində öyrəndik ki, təbii işıq mənbələri təbiətdə yaranan, yəni insan əməyi olmadan yaranan işıq mənbələridir. Beləliklə, birinci gördüyümüz kimi şamdır. Bu əlbəttə ki, süni işıq mənbəyidir. İkinci, işılda böcək. Bu, təbii işıq mənbəyidir. Növbəti, fənər. Bu da süni hesab olunur. Sonuncu isə günəş, təbii işıq mənbəyidir. İkinci tapşırıq, işığın yayılmasını təsvir etmək üçün hansı fiqurdan istifadə etmək doğru olar? Uşaqlar, biz artıq bu haqda danışdıq ki, işıq düz xətt boyunca düşdüyü üçün burada da düz xətt, yəni üçüncü uyğun hesab olunacaqdır. Beləliklə, dərsimizin sonuna gəldik. Sağ olun, növbəti dərslərdə görüşərik.